Ben Nuriye Famil, Sabirabad rayon sakini Qəfəli kəndində yaşayıram. Bizim 15 ilə yaxındır ki, biz bu badımcan biber sahələrində özümüz əkib, özümüz becəririk. Mən dünyaya gələndən, gözümü açandan gördüm ki, atam, babam bu əkinçiliklə məşğuldur. Badımcan biber əkirik. Və mən də özüm, öz axlım kəsəndən, yəni gördüm ki, bizim sahə budur da, yəni biber badımcan əkir atam, babam. Və ondan sonra da bir 15-20 ilə yaxındır ki, mən özüm bu sahələri, peşəni seçdim. Biz əvvəllər bu məhsul yığımı gələndə tezdən dururduq, bu məhsul yığımını yığdırırdıq və dərd götürürdük ki, bu məhsulları hara verəcəyik, kimə verəcəyik, necə yığdıracaq. Yığırdıq, günlərlə gedib bazarda qalırdıq, sata bilmirdik, vaxt itkisi olurdu. Bir neçə günlər çəkirdi ki, hətta bazarda qalırdıq, məhsullarımızı sata bilmirdik. Mal qalırdı, xarab olurdu, itkiyə səbəb olurdu və orada itirməyimiz əlavə burada bağda işlərimiz dayanırdı. Məhsul yığımı vaxtında gəlib çatdırıb yığdıra bilmirdik, suvara bilmirdik, gübrəsini dərmanını edə bilmirdik. Yəni biz çox ziyanlar eləyirdik. Bir gün bizim öz əkin sahəmizdə olduq, yığım günümüz idi. Azərsun Holdingin işçiləri kəndə yaxınlaşıblar və kənd cəmaatından öyrəniblər ki, kimin öz sahələri var da, kimin öz bağları var, badımcan biber bağları var. Bizə yaxınlaşdılar. Bəs bizlə oturdular, əməkdaşlıq elədilər. Dedilər ki, bizə badımcan biber lazımdır, ancaq öz sahələri olan insanlar lazımdır. Və biz də sahələrimizi göstərdik, badımcan biber sahələrimizi göstərdik. Bizlə oturdular, razılığa gəldilər. 10 ildən yuxarıdır. Biz həmən bu badımcan biber məhsullarımızı vaxtında yığıb Azərsun Holdingə təqdim edirik. Və biz Azərsunla əməkdaşlıq edəndən sonra artıq bu problemlərdən qurtardıq. Yəni bilirdik ki, artıq əkdiyimiz məhsulları əlimizdə qalmayacaq. Və bunun sayəsində də vaxtında gübrədir, dərmanlardır, bunları qulluğudur. Vaxtında suvarırıq, vaxtında yığdırırıq və üstündəki artıq məhsullar vaxtı keçmir, vaxtı ötmür, xarab olmur. Yəni çox yaxşıdır. İndi istədiyimiz hər bir nəticəni əldə edə bilirik. Və biz indi artıq üzü gələcəyə inşallah planlaşdırırıq ki, biz əkin sahələrin daha da artıraq, badımcan biber sahələrini daha da artıraq. Bizim indi fikirləşirdik ki, 15-20 ailə buradan işləyib öz ailəsini saxlayırdısa, indi biz daha da bu sahələri artırsaq, bir çox ailə, yəni bizlə işləyib, qazanc gəlir əldə eləyib öz ailəsinə baxa bilər. Mən bir fermer olaraq Azərsun Holding vasitəsilə mən istəyirəm ki, bu məhsulum bir çox insanlara çatsın və inşallah inanıram ki, bu arzu istəyimə nail olacağam.